Bizi ölümüne kimi vurdular, toka vurdular. Oturacakları götürdüler belimize kırık elədilər. Evde yatmıştık səhər saat 5'te. Maskalılar geldi. Kapını döydüler. Kapını açın. Anam dedi kutu dokument. Elə dəninə lomu saldılar, başladılar kapını kırmağa. Kapını kırdılar, açtılar, anama bir şeyle vurdular. Hiç nəsiz, sənədsiz, sünnətsiz, nə səbəbə gəliblər, heç də deməmişdən. Töküldülər, evdə iki körpü uşaqlar idi, anam yoldaşım, atam qardaşım mən. Anama şillə vurdular, töküldülər qardaşımın, atamın mənim üstümə. Toka vurdular, oturacaqlarını başımıza, belimizə, çırpdılar, hamısını qırıqladılar. Evi ələk-vələk elədilər. Heç nədən başladılar bizi döyməyə. Demədilər kimdir, nəçidir, nə səbəbə gəlir. Bizi bir saat döydülər, qollarımızı bağladılar, qanladılar. 30 dudular, uzanladılar Qazelə pola. Qazeldə gedə palçıq idi. Deyirlər, ye bu palçığı. Yemi, deyirəm istəmirəm, yemirəm, heç də istəmirəm. Dedikcə vururlar, deyirsən burada Rusiyada ne işin var? Ne gidip öz vətəninlə pul qazanmırsan? Papam başqa maşından apardılar. Mənlə qardaşımı saldılar içeri. Uzanladılar pola, koridorda. Biz başladılar orada möhkəm döymədə, belimizdə, zadımızda güclə yeririm, salamat yer qalmadı. Qardaşımın qulağını zaten qırıq elədilər. Bir de gördüm ki papam geli tokazada verirler. Eşidirdim, hamısını görürdüm. Böyle kabinetteydiler. Lomla vururdular, lomla, montirovkayla, kılçamıza. Ürəyində stent var papamın. Eləmi ürəyimdə stent var dedikçe toku götürürdü, ürəyinə vururdu. Papam içəridədir. Papamın bütün qabrıqalarını qırdılar. Bizi qardaşımla 17 saat saxlayandan sonra papama dediler ki, hamınızı öldürəcəyik. Ya da bura qol çəkməlisən ki, məcburi qol çəkməlisən ki, mənlikdir hər şey. Papam da deyirdi ki, mən heç nə bilmirəm, mənim heç nədən xəbərim yoxdur. Mənlik deyil. Deyirdilər, yox, sənin əlin var, sənlikdir. Ya qol çəkməlisən, ya da qardaşlarını, oğullarını öldürəcəyik, pıtı salı qoymayacaq. Papama məcburi qol sənətə, onu görmədim, heç bildiyimə görə məcburi boynuna attılar. Saat gecə 11'de geldi, mənə qucaqladı. Onların yanına dedi, bunları dəqiq bırakırsınızsa, atın mənim boynuma, lic bıçağımız adımı bırakın, evde körpü şahsat var. Ondan sonra bizi bıraktılar. Bütün sənətimizi, maşınların haçarı, zaten ne var, hamısını götürdüler, apardılar. 15.000 dolar pul apardılar, qızıllar var idi. Toyumuz olasıydı, bütün qızıllarımızı yırdılar, apardılar. 10'dan eve baskın olur.